Salam əziz izləyicilər, mən uzman fizioterapevt Əziz Dəvişov. Bugünkü mövzumuz hamının səhv bildiyi skalyoz sırf ağrıya səbəb olurmu? Ağrı olmasa müalicə etməməliyikmi? Bu haqda ətraflı bilgi verəcəyəm. Xüsusilə bunu vurğulamaq istəyirəm ki, mən bu mövzuya niyə toxundum? Bizə müraciət edən çox pasiyent uşaqlarında və yaxud özlərində skalyozla bağlı bir sual verdiyimizdə ki, niyə vaxtında üstünə düşməmisiniz? Deyirlər ki, bəs ağrı vermirdi, şikayət olmurdu deyə biz də önəmsəmədik və yaxud getdiyimiz yerlərdə bizə ciddi bir problem olmadığını dedilər. Təəssüflər olsun ki, bu çox səhv bilinən bir mövzudur. Sırf skalyoz bəzi hallarda heç bir simptom, ağrı olaraq özünü biruzə vermir. Biz skalyozu müalicə etmək üçün və yaxud özünüzdə skalyoz olub-olmadığını hər hansı bir yerdə öyrənmək üçün sırf ağrını gözləməməliyik. Bəzi hallarda çox şiddətli və ilərləyən skalyozlarda, artıq əməliyyat dərəcəsi belə gecikmiş skalyozlarda bəli, ağrılar ola bilər. Biz bu hallarla daha çox ilərləyən yaşda, daha çox yaşlı pasiyentlərlə ağrı simptomlarla qarşılaşırıq. Bir də erkən yaş olsa belə skalyozda ciddi əyrilik olur. Bu da orada ikincil problemlər yaradır və bu problemlərə bağlı ağrı olur. Sizin uşağınızda və yaxud özünüzdə, gözünüzdə çarpan qamət problemi varsa, yəni duruş problemi varsa, çiyinlərdə hər hansı bir asimetriya görürsünüzsə, çanaqda hər hansı bir əyrilik görürsünüzsə və uşağın duruşu normal şəkildə deyilsə, vaxtında ağrını gözləmədən mütləq şəkildə bir fizioterapevtə müraciət etməlisiniz.